Salam, hər vaxtınız xeyir olsun. Mən MHM Təhsil Mərkəzinin Abituriyent şöbəsinin Azərbaycan dil və ədəbiyyat müəllimi Ramal Nuriyev. Bugün sizə ədəbiyyatda ilklər barəsində danışacağam. Demək, unutmayaq ki, ədəbiyyatda heca vəzninin tarixi əruz vəznindən daha qədimdir. Heca vəzni Avesta və Kitabi-Dədə Qorqudlu ədəbiyyatımıza daxil olduğu təqdirdə, əruz vəzni isə artıq 8-9-cu əsrlərdən sonra ədəbiyyatımıza daxil olub. Ondan sonra ən sonunda isə sərbəst şeir 20-ci əsrin əvvəllərində ədəbiyyatımıza daxil olub. Ədəbiyyatımızda ilk dəfə poemanı Əfsələddin Xaqani Şirvani intibah dövründə yazıb. İlk süjet xətli poemanı Nizami Gəncəvi intibah dövründə yazıb. İlk ana dilli poema isə 13-cü əsrdə yazılıb. Bu Dastani Əhməd Həramidir. Lakin ilk ana dilli süjet xətli müəllifi bəlli olan poema isə Quləlinin Qüssə-i Yusif poemasıdır. Ədəbiyyatımızda nəzmlə yazılmış hekayə ilk dəfə olaraq Nizami Gəncəvinin Sirlər Xəzinəsində qeydə aldım 20 hekayə. Nəsrlə yazılmış hekayə isə İsmail bəy Qutqaşınlı Rəşid bəy və Saidət xanım hekayəsidir. Lakin o fransız dilindədir, Varşavada çap olunub. Ana dilli hekayəmiz isə 1837-ci ildə Abbas Qulağa Bakıxanov tərəfindən yazılıb. Ədəbiyyatımızda ilk povest 1857-ci ildə Axundzadə tərəfindən yazılıb. Ədəbiyyatımızda ilk roman 1896-99-cu illərdə Nəriman Nərimanov tərəfindən Bahadır və Sona romanı yazılıb. Ədəbiyyatımızda ilk komediya 1850-ci ildə, ümumiyyətcə bununla da dramatik növün əsası qoyulub. Demək, Hekayəti Molla İbrahim Xəlil Kimyagər komediyasıdır. Ondan sonra ilk faciə 1896-cı ildə qələmə alınıb. Bu Nəcəf bəy Vəzirov Müsbət Fəxrəddin faciəsidir. Ədəbiyyatımızda nəzmlə yazılmış ilk faciə isə 1910-cu ildə Hüseyn Cavidin Ana Mənzum faciəsidir. Ədəbiyyatımızda qələmə alınmış ilk nəsrlə yazılmış dram 1894-cü ildədir. Bu Nəriman Nərimanovun analıq dramıdır. Ədəbiyyatımızda qələmə alınmış ilk nəzmlə yazılmış dram isə 1889-cu ildə Cəlil Məmmədquluzadənin Çay dəstgahı allegorik dramıdır. Eyni zamanda ədəbiyyatımızda tarixi faciə Nəsrəddin Şahdır. Bu da Nərimanova məxsusdur. 1898-ci ildə qələmə alınmışdır. Deməli, ana dil ədəbiyyatı təşəkkül tapır 13-cü əsrdə. Heca vəzni ədəbiyyata daxil olur. Divan ədəbiyyatına Şah İsmail Xətai yaradıcılığı ilə Azərbaycan ədəbiyyatında demək lirik psixoloji üslubun mahilərindən biri isə İlyas Əfəndiyevdir. Belə yoldaşlar, ilklər haqqında qısa məlumatım bu qədər. Hər kəsə uğurlar.